bildirib. Biraz da keçək İrandan gələn xəbərlərə. Birləşmiş Ştatlar ordusu Prezident Donald Trump'ın əməliyyatı dayandırmaq qərarı verə biləcəyi ehtimalı da daxil olmaqla İranla müharibədə bütün mümkün senarilərə hazırlaşır. Bu barədə NBC News mənbələrə isnadla məlumat yayıb. Hərbi planlarla tanış olan mənbələr NBC-yə bildiriblər ki, Ağ Evdə hazırlanmış müharibə senarilərinə əvvəlcədən çıxış nöqtələri prezidentin istədiyi halda əməliyyatın başa çatdığını elan edə bilməsi üçün nəzərdə tutulmuş addımlar da daxil edilib. Donald Trump hələlik bu imkanlardan istifadə etməyib. Mənbələr onu da bildiriblər ki, bu planlar müharibənin inkişaf edən strategiyasına inteqrasiya olunub və Ağ Evin eskalasiyasını seçəcəyi halda İrana təzyiqi artırmaq variantları ilə yanaşı nəzərdən keçirilir. Onlar bu variantların konkret təfərrüatlarını açıqlamayıblar. Amma qeyd ediblər ki, bu prezidentin ətrafında aparılan hərbi müzakirələrin ayrılmaz hissəsidir. İki mənbənin sözlərinə görə məsləhətçilər və müttəfiqlər Trump'ı fərqli istiqamətlərə yönəltməyə çalışırlar. Çıxış nöqtələri strategiyasını dəstəkləyənlər qlobal iqtisadiyyata təsirdən narahatdılar. Digərləri isə regionda rejimin təsir dairəsinə